Salam, sabahınız xeyirli olsun değerli qrup üzvləri. Fevralın 5-idir və çox şükür siqnal kanalında bütün siqnallarımız özünü doğruldur, super nəticə verir. Bugün biz yenidən qızıla baxırıq. Qızıl dünən yadda qalan hadisələrin biri fevralın 4-ü axşam saatlarında biz nə etdik uşaqlar? Satış əməliyyatlarını icra etdik. Elədir? Baxın. Sana məlumat xeyir olsun. Necəsiz? Uşaqlar, riski sevən varsa mənimlə bir yerdə ən kiçik lotlarla girək. Elə bir kağıda sənəm 0.100-də ilə. $200 eniş. $200 eniş hara düşür? $200 eniş üçün hara yenə düşür? Diqqətlə baxın uşaqlar. $200 eniş. $200 eniş səhər-səhər aşağı günü. 4835-lərə take profit. Hətta 4830-lara. Olmasa 0.1, 0.100-də ilə. Burada nədir bu? Yəni diqqətlə baxın, yəni mükəmməl bir nəticə verdi və deməli qızıl sürətlə aşağı doğru istiqamətinə davam etdirdi dünən və bizim təyin etdiyimiz take profit, yəni özünü doğrultdu. Yəni bugün nələr baş verəcək? Bugün qızıl yüksəlişə doğru imza atacaqmı, yoxsa yox? Yəni bizim alış və satış əməliyyatlarımız harda olacaq? Əslində çox təəssüflər olsun ki, biz bu saatlarda 5-də 6-da oyaq olmuruq ki, satış əməliyyatlarını icra edək. Satış əməliyyatları ilə $150 aşağı doğru istiqamət alıb. Amma əsas alış əməliyyatlarımız uşaqlar, deməli 4941-42-lərdən gələcək. Yəni bu alış əməliyyatları üçün. Amma satış əməliyyatlarına davamlı olaraq, bunun davamı olaraq biz bugün satış əməliyyatlarını harada icra etməliyik? Yəni 4850-lərdən yenidən satışlara girə bilərsiniz. Gümüşə gəldikdə isə gümüş, mən dünən bir neçə nəfər var idi, onlara da dedim gümüşün enməsi. Çünki 72-lərdə Fibonacci əsasında 69-ları göstərirdi. Satış əməliyyatlarını icra etmişdilər və qiymət yuxarı doğru istiqamətə davam etdirdi. Biraz tərəddüddə idilər, amma nə yaxşı ki, qiymət yenidən aşağı doğru istiqamət aldı. 73-ə qədər endi. Yəni, bugün ardı gələcəkmi, gəlməyəcəkmi? Bu, Wimple yaratdı. Wimple'ın elə bir ki, yaratması, bax, buna texniki analiz əsasında, yəni aşağı enməlidir. Yəni, korreksiya verib, yenidən aşağı doğru istiqamətə davam etdirməsi gözlənilir. Hətta 69 yox, 60-lar 53-lərə qədər, yəni, enmə ola bilər. Keçək biz, bugün alışlar nə olacaq gümüşdə və alışlar olacaqmı, olmayacaqmı sonuna gəldikdə isə 79-15-dən yuxarı formalaşsa alışlar. Satışlar isə yenidən 73-dən gələcək uşaqlar satışlar. Bitcoin-ə gəldikdə isə Bitcoin-ə demişdik ki, 70-də təhlükəli zonada ora qədər enəcək, amma indi təhlükəli zona ən güclü dəstək xətti 68-lərdir. 68-ləri görərsə uşaqlar 63-57-lərə qədər rahat bir şəkildə enəcək. Ethereum-ə gəldikdə isə Ethereum-da artıq 2100-ləri yoxlayıb, 101-ləri yoxlayıb, növbəti hədəf 170, çox üstüdəm, 2101-ləri yoxladı, indi 1733-lər hədəflərdir. Funtun olan rəqabəti zonadan çıxıb, biraz təhlükəlidir, aşağı doğru istiqamət alacaq. Burada belə bir fiqur yaradıb. Çoxun internetdə oxuyursunuz, formasyon deyirlər. Yəni, formasyonlar, nə bilim, paterinlər, nələr, neysə, fiqurlardır. Gördüyünüz kimi, yəni, fiqur yaradıb və bugün qiymət 1.36-dan aşağı qalarsa və rahat bir şəkildə 1.35-lərə qədər enəcək. Qısa müddətdə alış və satış əməliyyatlarına gəldikdə isə biz nələrə diqqət etməliyik? Gördüyünüz kimi, yəni sürətlə aşağı doğru istiqamətlə davam etdirib. Elədir. Yəni alışlarımız gələcək 1.36-400-lərdən. Satışlar səhər saatlarında 400 enib, yəni deməzdim daha enməz, amma 1.36-100-lərdən aşağı formalaşsa yenidən yeni bir minimuma imza atacaq. Gəldi biz Euro-Dollar rəqabətinə, gördüyünüz kimi Euro-Dollar rəqabətində ən güclü dəstək xətti hazırdakı vəziyyət 1.17-700-lərdə. Ondan aşağı formalaşsa satışlar olacaq. Və alışlarımız harada olacaq uşaqlar? Alışlarımız yəni
1.18 100'lərdən sonra alışlar. Satışlar isə yəni 1.17 700'lərdən satışlar olacaq. Belə əzizlərim, yenidən bizə lazım olan dünənki $200 eniş özünü doğrultdu və mükəmməl bir nəticə verdi. Gördüyünüz kimi, yəni biz bunu canlı olaraq paylaşdıq və nəticələri də sizə göstərdi. Yəni sürətli bir enişlə nəticələndi. Çox sürətli bir eniş oldu. Yəni qiymət hətta 4800'lərə qədər, hətta ondan aşağı endi. Bizə lazım olan dünən bizə lazım olan satış əməliyyatları $200, bu da özünü doğrultdu. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə sağ olun. Siqnal kanalında bildiyiniz kimi biz yəni bu siqnalları paylaşırıq və izah da veririk. Bax, burada bu dünənki siqnallardır. Yəni alış əməliyyatları, satış əməliyyatları. Dünən satış bizdə qızılda 5032'lərdən idi. Satışlar mükəmməl gəldi. Gümüşdə isə satışlar 85-9'lərdən də mükəmməl bir 90'dan gələn bay da gəlir verdi. 85-99'lərdən olan sellər mükəmməl nəticə verir. Dünən də 35 dənə siqnal paylaşdıq. Mükəmməl bir nəticə ilə. Yəni çıxışlarımızı da elədik, göstərdik də. Axırıncı deyək ki $200 enişi də dərc etdik. O da mükəmməl oldu. Belə uşaqlar, bu bizim siqnal kanalımızdır. İnşallah bugün də yeni bir siqnallar paylaşarıq. Sağ olun.